Azərbaycanda iki ənənəvi məzhəb olub. Sünni qardaşlarımız və Şiə qardaşlarımız. Bu günə qədər də həmd olsun aləmlərin Rəbbinə Sünni Şiə qardaşdır. Və bu qardaşlığı da biz burada görürük. Heç kim bu məsciddə və digər yerlərdə ayıra bilməz bu qardaşlığımızı. Kim bizim bu ənənəvi məzhəbimizi ayırırsa o İslam deyil. O müsəlman deyil. Bunu indi də deyirəm. Bəli, Sünni və Şiə bizim qardaşlarımızdır. Hər zaman olduğu kimi mən bunu qeyd etmişəm. Amma mənim dediyim və açıq məndən fikir istəmək istəyiblər, bugün də açıq şəkildə deyə bilərəm. Əgər bizim məscidlərimizdə ənənəvi məzhəblər olmasa, biz burada ənənəvi məzhəbləri davam etdirməsək, məscidlərə gəlməsək, qeyri-ənənəvi məzhəblər, təriqətlər bizim yerimizdə oturacaq. Mən elə başa düşürəm ki, hər kəs bunu anladı. Qeyri-ənənəvi məzhəblər. Bitdi. Və bu da cavab. İkinci, bir ilə yaxındır ki, müzakirə olunan, təəssüf olsun ki, mən təəssüf eləyirəm ki, satılması mümkün olmayan və kreditlə aldığım dəyərli 33 min manat olduğu maşın haqqında bu müzakirə bitmir. Maşın 2010-cu ilindir. Nissan Patrol. Maşın da hər gün məscidin yanındadır. Və mən qısa deyirəm, kim ki 250 min yazır ki, 250 min Nihat Surxay maşın sürür, mən xahiş eləyirəm, 250 min hədiyyə eləyirəm ona, 28 min gəlsin, bax məscidin qarşısındayım, indi də buradayım, hələ axşama qədər sabah olacam. 28 min versin mənə manat, mən o maşını ona verirəm, notarial qaydada, getsin 250 min niyə satsın? Bu qədər iftira, bu qədər şər, bu qədər böhtan. Özü də bunu çoxun namaz qılanlar deyir mənim ünvanıma. Yazıqlar olsun. Və mən bugün deyirəm, o adamlar ki, mənim əleyhimə danışırlar, əleyhimə danışa bilərlər, şər və böhtanla danışırlar. Mən onları halal eləmirəm və mən onları halal etməyəcəm, məndən halallıq almayana qədər. Nə qədər şər və böhtan sübut olunmayana qədər qiyamət günü də Allah onu cəhənnəmdə saxlayacaq. Bu hədisdir. Harada görmüsünüz ki, 250 minlik iftira atılan bir insan, mən qarşınızdayım, hesabat veririm, 2010-cu il Nissan Patrol maşını 250 min olsun. 34 min manata aldığım maşını indi satıram 28 minə. 5 ayda sata bilmirəm o maşını, heç kim almır. Bu qədər insanlara qarşı mən məhəbbət əhliyəm və hər bir şəxsə sayğı yanaşıram. Özü də görürsünüz, küçədə, bayırda, hətta maşında olanda düşürəm, görüşürəm, ədəblə. Bu qədər insanları, bu qədər şəxsən məni ittiham eləməyə dəyərmi? Düzdür, TikTok platformaları, Instagram, Facebook, bunlar sosial mediadır. Amma o demək deyil ki, hər nə ağzınıza gəlsiz danışın. Mən də çox şey danışa bilərəm. Mən də çox şeyləri deyə bilərəm. Amma məni müzakirə obyektinə çevirmin. Yəni, ayıbdır. Bu şeylər bizim ümumiyyətlə əqidəmizə, bizim şərəfimizə, bizim tutduğumuz mövqəyə uyğun gəlmir. Mən heç kim haqqında danışmıram. Və mən də icazə vermirəm ki, mənim haqqımda kimsə danışsın. Danışın, amma böhtan atmın. Böhtan zaten yaraşmır. Və böhtan atan insanlar özləri cəhənnəmin odunda yanacaqlar və o zaman əllərin dişləndə ki, ey vay, mən filankəs haqqında böhtan və şər danışmışam, o zaman gecdir. Nə qədər tezdirsə tövbə edin. Mən sizi tövbəyə dəvət edirəm. Sonra üçüncü və yekun. Həmən o çıxış eləyən bir adam gördüm, deyir ki, yəqin ki, Hacı Surxay məscidin pulu ilə o maşını alıb.
Yadınızda bir məlumatı saxlayın ki və yadınızda qalsın ki, məscidimizdə, cümə məscidində, söhbət İçəri şəhər cümə məscidində yığılan pulların hər ay hesabatı sizə verirəm. 650 manat ayda məsciddən pul çıxanda o ilə maşın almaq olur. Bizim bu məscidimizin işçilərin xidməti, kommunal xərclər neçə minə gəlir çıxır Allah bilir. Bunu siz qardaşlar verirsiniz. Heç elə oğlanlar bu məscidin pulunu verir ki, bu günə qədər heç adı da çəkilmir. Gizlində pulun verir, gedir. Amma pul məscidə verməyən və məscidlə heç bir əlaqəsi olmayan deyir, milyonlarla məscidə pul yığılır. Allah eləsin yığılsın. Milyon yığılsa, bizim burada qapımıza minlərlə insanlar gəlir. Onlara biz sədəqə veririk, kömək edirik, yardım edirik. Amma bugün 600-700 manat əgər aylıq kassadan pul çıxarsa, nəzir qutusundan düşündüyümüz nəzir qutusundan pul çıxarsa, buradan hansı maşından söhbət gedə bilər, hansı villadan söhbət gedə bilər, hansı imkanlardan söhbət gedə bilər. Bəli, hər kəs bilir ki, mənim alnım açıqdır, mənim əllərim təmizdir. Yekunda bunu demək istəyirəm və bunu yadda saxlayın. Hər kəsin danışdığı onun şəxsiyyətinin göstəricisidir. Kim necə danışırsa, onun şəxsiyyətidir o. Ona görə bu böhtanlara, iftiralara, şərlərə son qoyuram və kimsə də mənim əleyhimə bu cür düşünürsə, mən onları halal etmirəm və qiyamət günündə də Allah Teala qarşısında haqqımı halal edəcəyəm, etməyəcəm və tövbə etsin o adamlar. Bura qədər.